Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz. Balakən şəhərində çox gözəl vəziyyətdə yeni təmirdən çıxmış qəşəng bir dənə həyət evimiz var. Gündəlik kiraya verilir inşallah. Belə həyətini gördüğünüz kimi qəşəng dekorasiya olunubdur. İndi hal-hazırda yeni təmirdən çıxıb, amma buralar inşallah yaşıllıq güllər olacaq inşallah. Həyətdə sanitar qovşağı da var. Baxın gördüyünüz kimi. Bir daha qeyd eləmək istəyirəm ki, gündəlik verilir. Mən qiymət deyəcəm, gündəlik nə qədər pula verilir. Həyətdə 15 tonluq su hövzəsi var. Belə göstərirəm inşallah. Yani evimiz yeni təmirdən çıxıb Allah'ın izniyle 2 dənə belə evimiz var. Bunu qeyd edelim ki 2 dənə belə evimiz var. İkisi də yəni ki gündəlik kiraya veriləcək inşallah. Baxın qəşəng dekorasiyası. Belə göstərirəm Allah'ın izniyle. Girişdə qəşəng belə pilləkənləri. Baxın. Bir daha qeyd eləmək istəyirəm ki evimiz yeni təmirdən çıxıb. Və qiymətini mən qeyd eləyəcəm. Gündəlik nə qədər verildiyinə inşallah ki. Girişdə qəşəng bir dənə belə bir dəhlizdir. Doğrudan da çok qəşəngdir. Baxın. Allah'ın izniyle baxın. Dekorasiyasına baxın. Diqqət, satılmır. Xahiş edirəm. Axıra qədər baxın videoya. Satılmır. Sadəcə günlük kiraya verilir. Baxın. Super qəşəng koridoru. Çox qəşəng dizayn olunubdur. Baxın belə göstərim. Girişdə belə sol tərəfdə, baxın belə göstərim. Qəşəng, geniş, fərah mətbəxi. Gündəlik verilir. Bir daha qeyd eləmək istəyirəm ki, gündəlik verilir. Tabii ki, razılıq olsa aylıq da veriləcək inşallah. Ev ideal. Hər otağın addenli, özünə məxsus televizor var. Plazma Android televizor. Baxın. Belə göstərirəm inşallah. Ev doğrudan da superdir. Elhamdülillah. Baxın pərdələrinə qədər göstərirəm. Mən axıra qədər baxın, gündəlik nə qiyməti olduğunu mən sizə deyəcəm inşallah. Yine sağ tarafta böyle bir tane otaq var. Oturma otağıdır. Böyle göstereyim. Böyle göstereyim. Tavanında spotlarına kadar. İsitmədir. Ev toplu poldu. Yani atık bene sistemi de alttan isitməyle tercih olunub. Yani ki polumuz qızdırıcı ilə tercih olunubdur. Kombi sistemi. Bakın böyle göstereyim. Burada eyni qaydada bir tane televizor inşallah. Böyle gösterirəm. Bakın böyle göstereyim inşallah. Bu da ki digər otaqdır. Buranı məsəl üçün kulüka kimi, oturub stol qoyub çay içmək üçün, balkon kimi, nə bilim indi bəzən qardaşlar olur ki, siqaret çəkməyə adden yer istəyir. Buranı elə yəni fikirləşin. Baxın belə, Allah'ın izniyle. Qəşəng, bahalı pərdələri, Allah'ın izniyle. Deməli, keçək digər otaqlara. İnşallah deyəcəm, xahiş edirəm, axıra qədər baxın, mən qiymətini qeyd eləyəcəm. Otaqlar boldur, elhamdülillah, otaqlarımız boldur. Bu da digər otağıdır. Bu da digər yataq otağıdır. Baxın, hər bir şey var, hazır durur, hər bir şey, pastelinə qədər, dolablarına qədər, hətta burada da televizor var. Görürsünüz. Evimiz dediğimiz kimi yeni təmirdən çıxıb, bütün sistem, qaz, su, işıq, internet, hər bir şey mövcuddur. Allah'ın izniyle. Burada keçirəm. Burada qəşəng bir dənə geniş otaq. Doğrudan da çox qəşəngdir. Çox superdir. Dolabına qədər var. Bu gördüğünüz bütün mebellər bahalı mebellərdir. Burada televizor var gördüğünüz kimi. Hər birisi tam işləydi. Hamamı da yəni sanuzelde göstərəndən sonra mən qiyməti qeyd eləyəcəm inşallah. Bir daha qeyd eləməsəm ki, o ev alttan isitməlidir, topluq oldu. Bu da sanuzelidir. Baxın. Belə qəşəng. Belə göstərim. Deməli, gündəlik 85 manata verilir. Bir daha qeyd eləmək istəyirəm ki, gündəlik 85 manata veriləcək Allah'ın izniyle. Ev yeni təmirdən çıxıbdır. Bütün əşyalar bahalı əşyalardır. İstipolla təchiz olunubdur. Səhifədə nömrəmiz qeyd olunub, yaza və ya zəng edə bilərsiniz. Ev yerləşir Balakən şəhərində, Hənifə kəndi alınan ərazidə. Allah muazzam işinizə bərəkət versin. Esselamu Aleyküm.